Wikipediyada məqalələrin üslubu və dili əsasən neytrallığı qorumaq və oxucunun məlumatı rahat anlamasını təmin etmək üzərində qurulur. Neytral üslub yalnız şəxsi fikirlərin, qiymətləndirmələrin və təbliğat məqsədli istifadələrin mətnə daxil edilməməsi demək deyil. Eyni zamanda məqalədə mövzunun bütün tərəflərinin ədalətli və balanslı şəkildə təqdim olunmasını tələb edir. Məsələn, tarixi hadisələr, ictimai debatlar və ya elm sahəsindəki mübahisəli mövzular yalnız etibarlı mənbələrə istinad edərək izah olunmalıdır. Bu, oxucuya yalnız müəllifin şəxsi düşüncələrinə əsasən deyil, yoxlanıla bilən məlumat təqdim edir. Bu mövzu yaxşıdır və ya çox pisdir kimi subyektiv cümlələr heç bir halda qəbul edilə bilməz. Əksinə, iddialar həmişə mənbə ilə dəstəklənməlidir ki, oxucu onları yoxlaya və etibarlılığını qiymətləndirə bilsin. Dil baxımından Wikipediya məqalələri sadə, aydın və oxucu dostu olmalıdır. Çox texniki və ya spesifik terminlər yalnız zəruri olduqda istifadə olunmalı və onların mənası qısa və aydın şəkildə açıqlanmalıdır. Məsələn, tibbi və ya hüquqi terminlər ilk dəfə qeyd olunduqda izah edilməli, mümkün olduqda nümunələr verilərək mövzu daha anlaşılır hala gətirilməlidir. Məqalə həm peşəkar səviyyədə məlumat təqdim etməli, həm də oxucu üçün yorucu olmamalıdır. Uzun, mürəkkəb cümlələr və qarışıq ifadələr oxucunun diqqətini dağıda və əsas məlumatın araşdırılmasını çətinləşdirə bilər. Buna görə də cümlələr qısa, məzmun aydın və məntiqi ardıcıllıq qorunmuş olmalıdır. Məqalənin vizual və mətn tərtibatı da oxunaqlığı artıran vacib elementlərdəndir. Abzaslar məzmunu məntiqli və aydın bölmələrə ayırmalı, başlıqlar və alt başlıqlar isə mövzunun strukturunu göstərməlidir. Məlumatın qavranılmasını aydınlaşdırmaq üçün nöqtələr, siyahılar, cədvəllər və infoqrafik elementlərdən istifadə edilə bilər. Lakin lazımsız, təkrarlanan, dekorativ elementlərdən və diqqəti dağıdan dizayn xüsusiyyətlərindən uzaq durulmalıdır. Misal üçün, məlumat cədvəlləri statik göstəriciləri aydın göstərməlidir. Lakin onları bəzək elementləri ilə doldurmaq oxucunun diqqətini əsas məlumatlardan yayındırır. Üslub və dil yalnız neytral olmaqla kifayətlənmir. Həmçinin qrammatik və imla səhvlərini minimuma endirməlidir. Wikipediya məqalələri həm informasiya mənbəyi, həm də etibarlı referans kimi istifadə olunduğu üçün yazı dili peşəkar görünməli, amma eyni zamanda oxucu üçün sadə və anlaşılır qalmalıdır. Məqsəd oxucunu məlumatdan uzaqlaşdırmaq deyil, əksinə, onu sürətli və aydın şəkildə çatdırmaqdır. Məsələn, mürəkkəb elmi bir konsept izah edilərkən cümlələr bir-birinə bağlı və məntiqli ardıcıllıqla təqdim edilməli. Hər bir termin açıq şəkildə izah edilməlidir ki, oxucu mətn boyunca itirməsin. Bundan əlavə, neytral və aydın dil təkcə oxucunu məlumatlandırmaq üçün deyil, həm də ensiklopedik etibarlılığı qorumaq üçün vacibdir. Məqalənin strukturu, başlıqların dəqiqliyi, məzmunun ardıcıllığı və terminlərin izahı oxucuda məlumatın düzgün qavranılması hissini yaradır. Məqalələrdə həmçinin tarixi, elmi və mədəni kontekstin düzgün əks olunması, müxtəlif baxış bucaqlarının balanslı təqdimatı da önəmlidir.